Dostlar, Qaraçuxur qəsəbəsindən sizi salamlayıram. Düz mərkəzi yolun üstündə 146 nömrəli məktəbin yanında 2 mərtəbəli həyət evi satışa çıxır. Operatorımız çəkir. Düz mərkəzi yolun üstü, marşrut xəttinin üstündə 2.3 sot torpaq sahəsinin içində inşa edilmiş 2 mərtəbəli monolit betonla tikilmiş, çox gözəl bir evimiz satışa çıxır dəyərli izləyicilərimiz. Evin çöl tərəfini təqdim etdik. İndi isə daxilini, evin içini, evin həyətini sizin üçün təqdim edəcəm. Yəni qardaşım, darvazasını götürək ilk öncə. Belə bir darvazasıdır, gördüyünüz kimi. Bura evin giriş hissəsidir, yaxınlaşdır. 2.3 sotun üstündə. Kanalizasiya xəttinə qədər işığı, qazı, suyu hamısı çəkilib hazır vəziyyətdə. Yerləşmə yeri dostlar söz ola bilməz. Bir dənə operatorımız götürsün. Evin üz görünüşünü qardaşım, buradan götür, zəhmət olmasın. Ev ideal təmirli vəziyyətdədir. Belə deyim də dostlar, qardaşım, mənə tərəf tut, müştərilərə izah edin. Belə deyim də, birinci mərtəbədən düz axıra qədər hamısı monolit beton, hamısı kəmərləri atılır. Belə deyim də, keyfiyyətinə, tikilişinə söz ola bilməz. 2 mərtəbə evin gündüzlüyü, əla vəziyyətdə, evin daxilini də göstərəcəm. Dostlar, yerləşmə yerini göstərdim, yəni düz mərkəzi yolcusu Qaraçuxur qəsəbəsinin ən gözəl yeri Razinə, Neftçilər metro stansiyasına da cəmi 7-8 dəqiqəlik məsafəsi var. İndi yaxınlaş qardaşım, evin daxili ilə izləyicilərimizi tanış edin. Ya Allah, Allah xeyir versin, həqiqətən. Ev gözəl evdir, keyfiyyətli evdir. Yəni dostlar, qardaşa qismət olası ev, dəyərli izləyicilərim. İlk öncə mən evimizin sol hissəsini göstərəcəm. Bütün hamısı isti polla təchiz olunur. Yəni evin istilik sistemi kombidir, evin bütün otaqları, koridoru isti polla təmin olunur. Buradan zalımızı göstərək. Belə bir geniş zalımız var, haradasa. Belə bir də 30 kvadrat. Operatorumuz göstərsin. Geniş bir zaldır, şəbəkə pəncərəsi, öz məhəlləsinə baxır. Avoy seçimi, qapıları, hamısı yüksək səviyyədə zövqlə təmir işi gördük, dəyərli izləyicilər. Şəxsi tikilidir, adam özü üçün tikir. Allah xeyir versin, indi müəyyən səbəblərə görə satır. Hamısı istifoldan təmin olunur dostlar, dediyim kimi. Birinci mərtəbədə sanuzel, sanitar qovşağı hazır vəziyyətdədir. Onu da qeyd edin ki dostlar, sanuzelin, sanitar qovşağı bütün aksesuarları qoyulacaq, alıcıya təhvil veriləcək. Belə bir geniş mətbəximiz var, 15-16 kvadrat ölçüləri var. Burada da gördüyünüz kimi, dediyim kimi istifoldan təmin olunur. Pəncərəsi də qarşı tərəfə baxır. Geniş hol hissəsi, bura kombinin otağı. Bura kombinin otağıdır, yəqin ki. Buradan sonra ikinci mərtəbədən sizin üçün təqdim edək, ya Allah. Evin ikinci mərtəbəsində 3 ədəd böyük, geniş yataq otağımız var. İkinci mərtəbənin də hol hissəsi genişdir. Sanuzeli, sanitar qovşağı da var ikinci mərtəbədə. 3 ədəd tam təmirli, ideal vəziyyətdə zövqlə təmir olunmuş otaq. Göstərək yəni qardaşım. İstəyirsən birinci bu yataq otağından başlayaq. Geniş otaqlar, əla, qəşəng, işığı, qazı, suyu hamısı çəkilib hazır vəziyyətdə. Karnisiz bağlı pəncərələr, hardasa 17-18 kvadrat metrlik geniş otaqlar, kondisionerin yerinə qədər boyur. Burada da növbəti yataq otağımız. Devam göstərək qardaşım. Avoy seçimləri, qapısıdır, laminatıdır. Bütün belə deyirlər, təmir işi dostlar bir-birini tamamdır. Zövqlə təmir olunur. Qiymət dostlar, elə bir qiymətli ki, həqiqətən, yəni belə deyirlər, bu ərazidə 2 mərtəbəli bu qiymətə, deyəcəyim qiymətə qeyri-mümkün. 165.000 manata Qaraçuxur qəsəbəsinin mərkəzi 146 nömrəli məktəbin yanı 2 mərtəbəli 4 otaqlı 170 kvadrat metr sahəli ev 165.000 manatla satışa çıxır. Dostlar, bu mənzillə, bu evlə bağlı nə sualınız olsa, nömrəmiz səhifədə var. Buyurun, əlaqə saxlayın. Çox sağ olun.